الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، فمن شهد منكم الشهر فليصمه، ومن كان مريضا أو على سفر فعدة من أيام أخر، يريد الله بكم اليسر ولا يريد بكم العسر ولتكملوا العدة ولتكبروا الله على ما هداكم ولعلكم تشكرون. وإذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداعي إذا دعان، فليستجيبوا لي وليؤمنوا بي لعلهم يرشدون. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı selamı olsun Peygamberimiz ve onun pak ailesine. Salamlayıram əziz izləyicilərimiz sizləri. Yenə də biz verilişimizdə sizin xidmətinizdəyik. Əziz ruhanimiz Hacı Famil Burhanoğlu ilə birlikdə istərdim. Hacımız da salamlaşsın və mövzumuza davam edək. Hacı, xoş gəlibsiniz. Buyurun inşallah. Bismillahirrahmanirrahim. Mən də dəyərli izləyicilərimizi salamlayıram. Allah ibadət, itaətlərinizi qəbul etsin deyirəm inşallah. Amin inşallah. Çox sağ olun. Hacı, Quran-ı Kərimdə Nəhl surəsinin, Nəhl yəni bal arısı surəsinin 89-cu ayəsində uca yaradanımız belə buyurur ki, bu Quran ki var, tibyanən likulli şeyin, hər bir şeyi bəyan edəndir. Hər bir şeyi bəyan edəndir nə deməkdir? Məqsəd hər bir şeyi bəyan edəndirdən nədir? İnşallah istərdim bu haqda əziz izləyicilərimizə bir açıqlama verəsiniz inşallah. Allah Teala insanı yaradıb, onun yaşaması üçün hər şeylə onu təmin edib. Bu dünyada insanın yaşaması üçün hər şey var. Və onu əldə etmək üçün də Allah Teala insana elm verib, ağıl verib, düşüncə verib. Yəni sən bunları özün
əldə edəcəyin elm vasitəsilə, təcrübə elm vasitəsilə əldə edəcəksən. Bunların hamısına nail olacaqsan. Bilirsiniz, elmi kəşflər nə deməkdir? Kəşfin mənası budur ki, mövcud olanın üzərindən pərdə çəkməyə deyirlər. Yəni, mövcuddur. Sadəcə olaraq kəşf mərhələsində sən onun üzərindən pərdə götürürsən. Başqa bir şey yoxdur. Yəni, cazibə qanunu onsuz da var. Cazibə var, cəzb etmə var, dəf etmə var, gravitasiya var. Yəni, sadəcə olaraq sən gəlirsən, onun üzərindən pərdə çəkirsən və onun üzərində artıq elmi mülahizələr yürüdürsən və kəşfləri onun üzərində qurursan. İxtiraları onun üzərində qurursan. Allah Teala amma Quranı göndərəndə buyurur ki, bu Quran insanın hidayəti üçündür. Yəni, Quran tam olaraq, yəni Peyğəmbərlərin məqsədi insanları hidayət etməkdir. Həqiqi həyatı onlara öyrətməkdir. Mənəviyyat dünyasını onlara öyrətməkdir. Allah Teala Peyğəmbərə buyurur ki, sənə mən elə bir şey öyrədirəm ki, sən onu istəsən öyrənə bilməzsən. Öyrənmək istəsən, ona nail ola bilməzsən. Yəni, bir şey ki, sən öyrənə bilirsən, onu mən sənə niyə öyrədirəm ki? Sən özün onu əldə edə bilirsən də. Amma mən sənə elə bir şey öyrədirəm ki, sən onu öyrənə bilmirsən. Və bunun içərisində Allah Teala bizə bizim xoşbəxtliyimiz, həqiqi xoşbəxtliyimizin mənbəyini göstərir. Və bunun üçün Quran göndərir. Quranın məqsədi insanı hidayət etməkdir. Yəni, xoşbəxt həyat, əsl insan həyatını ona göstərməkdir. Deməli, insan həyatını, həqiqi insan həyatını, həqiqi xoşbəxtliyi təmin eləyən nələr varsa hamısı Quranda var. Yəni, tibyanən li kulli şeyin deyəndə insanın xoşbəxtliyi üçün, insani həyatı yaşaması üçün, bu yaradılış məqsədi istiqamətində həyatını tənzimləməsi üçün lazım olan nə varsa hamısı Quranda var. Yəni, tibyanən li kulli şeyin mənası budur. Deməli, əsl məqsəd, biz birinci verilişimizdə də bunu demişdik. İbrahim surəsinin əvvəlində buyurur ki, mən bu kitabı insanları hidayət, yəni zülmətdən nura aparmaq üçündür və təbii ki, tibyanən li kulli şeydə bütün elə bil o alimlərin demək olar ki, əksəriyyətinin fikri budur ki, o doğrudan o hidayət yolunda o işığı salsın da, insanlara o getsinlər hidayət olsunlar. Acı, bəs belə bir söz deyək, bu mövzumuza bir qısa bir elə bir müdaxilə kimi olsun. Bu günləri bu elmi kəşflər ki olur, onları Qurani-Kərimdən onları çıxardırlar. Hətta deməli Ülum-u Quranda da belə bir şey var idi. Mən bir dəfə bunu dedim. Dedim ki, deyirlər ki, Peyğəmbərin dövründə bəziləri iddiasıdır ki, Quran toplanmayıb da. Amma bu günləri Quranın ayələrinin, surələrinin toplanmasından siz onları görmüsünüz də, yəqin müşahidə eləmişsiniz. Məsələn, ayələrin saylarını hesablayırlar, gedir, məsələn, günəşin üz qatının istiliyini göstərir və yaxud o ayələrin ardıcıllıqlarını yoxlayırlar, dəmirin əriməsi eyni dərəcə gəlib çıxır. Doğrudan ola bilərmi ki, bütün elmlər də onun içərisində ola bilərmi? Düzdür, əsl məqsəd hidayətdir. Biz onu canı dildən qəbul edirik. Amma bəzi şeylər var ki, doğrudan elmi bu günləri onları tapıb çıxardırlar da özə. Yəni, hətta ayələrin sayı ilə belə tapıb çıxardırlar. Keçən dəfə mən bir yerdə rast gəldi. Deyir ki, bir alim olub. Həzrəti Yusuf əleyhissalamın əhvalatındakı var ki, deyir, bu atasının köynəyin gözünə çəkməkdə. Deyir, orada alim belə gedib o tibbi cəhətləri axtarıb ki, Allah burada bunu deyib, burada hökmən nəsə olmalıdır. Ola bilərmi ki, yəni o bütün elmi məsələlər də Quranda olsun. Onun üçün bir mütəxəssis də zaman keçdikcə nələrsə ortalığa çıxardırlar. O, yəni tibyanən li kulli şey həm hidayət üçün və həm başqa şeylər üçün ola bilər ya yox. Deməli, əslində Allah dediyimiz kimi, yəni Allah orada hər hansı elmi kitab deyil də. Bir insan Allahın ayələrinin içində riyazi hesablamağı necə tapır? Quranın içərisində tənlik yoxdur. Diskriminant tənlik yoxdur. Quranın içərisində həndəsə yoxdur. Yəni, həndəsə elmindən bəhs eləmir ki. Fiziki elmlərdən bəhs eləmir. Bir adam fizikanı öyrənəndən sonra gedir, o fiziki qanunu Quranın içində tapır. Bu da niyə tapır? Məsələ burasındadır ki, bu yaradan Allah alimdir. O göndərdiyi Quranın hər nöqtəsi, qoyulduğu yer belə, deyilən sözlərin sırası belə, hamısı mütləq bir ölçüyə əsaslanır.
elmi əsasa əsaslanır. Yəni hər hansı bir yerdə söz deyilirsə, mütləq məsələn, tutaq ki, hər hansı elementdən bəhs olunursa, o elementin artıq atom qiyməti də orada öz yerini alır. Yəni çünki bu deyən varlıq var ha. Deyən varlıq alimdir. Məsələn, bir adam dilçidirsə, bir adam ədəbiyyatçıdır, filoloqdursa, onun danışdığı nitqlə mənim danışdığım nitq arasında fərq olacaq. Elə. Çünki o danışanda artıq cümləsinin mübtədasına, xəbərinə fikir verəcək. O səsinin intonasiyasına fikir verəcək. O hər hansı yerdə danışırsa, yerə uyğun olaraq hansı mövzuda danışmaq lazımdır, hansı intonasiyanı danışmaq, ona uyğun danışır. Yəni məsələ burasındadır ki, bu elmləri əldə eləyən gəlib Quranın içərisində bunu görə bilir. Məsələn, İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq əleyhissalam hədisində deyir ki, Quran 4 müstəvidədir, 4 səthdən ibarətdir. Birinci səthi sadə insanlar üçün. Yəni, Quranın zahiri ayələri, cümlələri sadə insanların başa düşəcəyi səviyyədədir. Ən savadsız adam belə Qurana baxanda, Quranın zahirindən özünə uyğun nəticələrini götürə bilir. Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbinə məxsusdur, həmd sənə. Yəni, bunu artıq kimə desən, bu cümlənin zahirindən, olsa bunun mənasını başa düşür. Burada qəliz bir şey tapa bilmədi. İmam Sadiq əleyhissalam deyir ki, ikinci mərhələsi alimlər üçündür. Quranın ikinci qatı yalnız alimlər onu başa düşür. Məsələn, dilçi alim Qurana baxanda, ya məsələn, filoloq Qurana baxanda o Quranın cümlələrinin quruluşunu, qrammatik xüsusiyyətlərini, leksik, semantik xüsusiyyətlərini kəşf edir. Deyir ki, ilahi, bu necə gözəl cümlədir. Məsələn, Quran-ı Kərim gəldiyi ildə ədəbiyyat, ərəb dünyasında ədəbiyyat çox belə özünün ən zirvə nöqtəsini yaşayırdı da, kulminasiya nöqtəsini yaşayırdı. Onlar gəldi, nə ilə aciz elədi? Yəni, eyni əlif, bə, tə, sə, eyni hərflərdir. Eyni danışdıqları sözlərdir. Amma danışdıqları sözün içərisində elə bir bədii ahəngdarlıq yaratdı ki, Allah Taala. Bunlar heyrətə gəldilər, dedilər, yox, bu insan beyninin məhsul deyil. Hər bir halda bu dilçiyə aid belədir, ədəbiyyatçı adam belədir, lüğət alimləri bir başqadır. Ondan sonra bir də riyaziyyatçı gəlir, baxır görür ki, Quranın ayələrinin riyazi hesablaması, riyazi düsturları, hətta bəzi sözlər var. Məsələn, orta sözünü hesablayır, Quranın bu ayəsinə düşdü. Yəni, bu riyaziyyatçı gəlir, ayələrin hesablamasını aparır, hərflərin hesablamasını aparır. Məsələn, əlifləm, mim. Niyə görə bu hərflər burada deyildi? Gəlir, baxır, görür ki, bu surənin içində əlifləm, mim ən çox işlənmiş hərflərdir. Fizik gəlir, bəzən elə fiziki qanunlar kəşf edir ki, 14 əsr bundan qabaq bu elmi kəşfləri bu insan necə bilə bilərdi axı? Həmin vaxtda bu elmi kəşflər yox idi. Ya tutaq ki, anatomiya ilə məşğul olan gəlir, bioloq gəlir, bitkilərin orada toxum tumlanması vardı, orada mayalanması var. Yəni erkək dişi bitkilər məsələsi var orada, tarixi faktlar məsələsi var. Hər halda bunlar hər alim deyilir elmi cəhd, Quranın elmi qatını başa düşür. Onun icazkarlığından da Quranın bəli. Çünki bu yaradan varlıq alimdir. Muhitun ala kulli şeydir. Hər şeyi əhatə eləyir. Elm bunun zatıdır. Elə Quranın elmi özəlliyi oradakı bir kəlmə deyib. Əsl məqsəd insanların hidayətidir, amma içərisində də elmi vardı. Məsələn, baxın, Nizami Gəncəvini araşdıran adamlar, Nizami Gəncəvinin əsərlərini araşdıranda bunun hələ insan olaraq dühasının qabağında öz acizliklərini etiraf edirlər. Deyir ki, məsələn, Nizami Gəncəvi Xosrov şiirində Xosrovun dünyaya gəlməsindən danışır. Deyir, Xosrovun dünyaya gəlməsi ilə bağlı Nizami Gəncəvi orada elə bir söz düzümü yaradır ki, o söz düzümünün əbcəd hesabı və oradakı ulduzlara əsaslanma bir mənzərəsi var orada. Astrologiyaya aid bir orada məzmunlar var da. Ki, bunların əbcəd hesabı ilə həmin astroloji quruluşa baxır, deyir ki, ilahi, bir dənə adamın xoşbəxt ola biləcəyi yalnız bu şəkildə ifadə oluna bilərdi də. Bu nədir? Bu bir insanın dühasıdır. Yəni, ona görə də gəlir, deyir ki, Nizami Gəncəvi çox böyük bir yerdədir. Bu Nizami Gəncəvini bu şəkildə danışmağa vadar edən nədir? Onun elmidir. Hər tərəfli elmidir, zəkasıdır. Allah Taala alimdir. Onun bütün sözləri elm üzərindədir. Yəni, bütün elmləri də əhatə edir. Sadəcə olaraq biz
Bir dənə sadə adam gəlib o riyazi düsturları o Quranda tapa bilərmi? Yox. Bilməz. Yəni deməli bunun Quran elmi qatı özün yerindədir. Yəni Quran gəlib elmi öyrətmir. Elədir. Alimə Quranın elmi cəhətini göstərir. Ona görə İmam Sadiq əleyhissalam deyir ki, Quran 4 mərhələdən ibarətdir. Birincisi sadə insanlardır. İkincisi alimlərdir. Üçüncüsü ariflərdir. Onlar Quranın incəliklərini görürlər. Arif Quranın cənnət və cəhənnəm ayələrini görəndə onu yaşayır. Elə. Onlar cəhənnəm ayələrini görəndə qorxularından, o əzab qorxusundan göz yaşlarını tökürlər. Əleyhim ayatuna zadəthum imanı. Əhsən. Doğrudan deyir, həqiqi möminlər olar ki, Allahın ayələri onlar oxunanda onların imanları artar. Bir isə gəlir onları oxuyanda, Arif onu oxuyanda bizdən fərqli olaraq cənnət ayələrini oxuyanda şövqdən dərsinə sığmır. O tamam fərqli bir dünyanı yaşayır. Hər halda Quranın o ayələrinin özünün ahənginin içərisində belə o həyatı yaşayır. Yəni, bu ariflər üçün olan mərhələdir. Dördüncü mərhələ Quranın həqiqətidir. Quran həqiqətini də İmam Sadiq əleyhissalam buyurur ki, Quranın həqiqəti yalnız Peyğəmbərə aiddir. Çünki o həqiqəti Peyğəmbərə Quranın ayələri söz olaraq nazil olmayıb ki. Elədir. Peyğəmbərimizə Quranın ayələrinin həqiqəti göstərilib. Quranın nazil olmasının birinci mərhələsi onun həqiqətini görməkdir. Peyğəmbərimiz Quranın həqiqətlərini görüb, ondan sonra o söz qəlbinə keçirilir. Bu həqiqət haqqında bir söz deyim inşallah burada sözümüzü tamamlayaq və növbəti sözümüzə keçək. Deyir ki, o siz ki, qeyd elədiniz Quranın həqiqəti. Deyir ki, insanın söhbəti o dərkinlə gedir də. Yəni, insanın başa düşülməsi üçün bu formada yazılır. Amma Quranın həqiqəti bu sözlərdən də deyir, yüksəkdir. Yəni, elə bir insanın dərəcəsi olmuş olsaydı ki, bundan da yüksək bir şey olmuş olsaydı, o Quranın həqiqəti daha ayrı formada bəyan olardı. Çox, yəni, həqiqətən ağır sözlərdir. Burada bir dənə mən bir məsələni qeyd edirəm. Xüsusi bir dənə önəmli bir məsələ var. Deməli, bu Quran insan düzəltmək üçün gəlib. Elədir. Və hər hansı bir elmi kəşfi göstərmək üçün gəlməyib. Deməli, deyirlər ki, eradan əvvəl Çinlilər Çin səddini tikiblər. Çin səddi dünyanın 8 möcüzəsindən biri hesab olunur. Maddi mədəniyyətlərin içərisində olan möcüzələrdən biridir. Çin səddini Çinlilər niyə tikib? Şimal tayfaların hücumundan öz ölkələrini qorumaq üçün. Uca sıldırımların üzərində, qayaların, dağların üzərində bunlar gəliblər sədd tikiblər. 5-7 metr hündürlüyündə səddlər tikiblər. Niyə? Şimal tayfalarının hücumlarından özlərini qorusunlar. Deyir ki, bu sədd tikiləndən sonraki 100 il ərzində 3 dəfə şimal tayfaları o səddi aşıb. Heç birində də o səddi aşmaq üçün nərdivandan, mancanaqdan, kəndirdən istifadə eləməyiblər. Səddi dağıtmayıblar. Mancanaqdan istifadə eləməyiblər dağıtmaq üçün. Nərdivanlardan da çıxmayıblar. Kəndirləri atmayıblar onlara. Yəni, adətən hər hansı qəsri, səddi aşmaq üçün bunlardan istifadə olunur. Yəni, keçmiş dövrlərin vasitələri bunlar idi də, səddi aşma vasitələri. Heç birində bunları aşmamışdılar. Necə keçmişdilər? Deyir, bunlar şimal tayfaları o səddləri aşmaq üçün birinci o qalada keşik çəkən insanları aldılar. Ondan sonra, yəni artıq hücum eləmək üçün bunlara zəmin yarandı. Bunlar deyir ki, həmin aldığı adamlar var idi, darvazalar açdılar, hücum eləyən tayfalar keçdilər, ölkəni fəthlədilər. Deyir, Çinlilər onda ayırdılar ki, bunlar insan düzəltmək əvəzinə bunlar daş divar düzəltdilər. Kaş insan düzəldəydilər. Çünki daş divarı düzəldəndən sonra, əgər insan düzəltməmisənsə, o həmin düzəltmədiyin insan, o daş divarı sənin özünə qarşı istifadə edəcək. O sənin bəlana çevriləcək. Deməli, bizə insan düzəltmək lazımdır. Allah Quranı göndərib insan düzəltməyə. İnsan düzəldən 3 amil var. İnsan düzəltmək üçün birinci növbədə ana lazımdır. Cəmiyyət tərbiyə eləyən, cəmiyyətin fərqlərini tərbiyə eləyən, əxlaqlı, ədəbli sözün əsl mənasında ana adına layiq olan, yəni ki, həmin əziz Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dediyi kimi o ayaqlarının altında cənnət olan analar. Söhbət ayaqları altında cənnət olan anadan söhbət gedir də. Odur cəmiyyət yetişdirən.
İkincisi, böyük şəxsiyyətlər, nümunəvi şəxsiyyətlərə ehtiyac var. Üçüncüsü, müəllimlərə ehtiyac var. Sözün əsl mənasında insan yetişdirən, fənn öyrədən deyil, insan yetişdirən müəllimə ehtiyac var. Baxın, bizim Quranımız gəlib, din göndərilib, birinci növbədə cəmiyyət yetişdirən ana yetişdirsin. İkinci, nümunəvi şəxsiyyətlər yetişdirsin. Və nümunəvi şəxsiyyətlərin simasında da əziz Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm. Yəni, həmin Quranda Allah Teala buyurur ki, o sizin üçün ən gözəl nümunə odur. Ondan sonra buyurur ki, o Peyğəmbər sizin üçün müəllimdir. O sizə öyrədir, insanlığı öyrədir. Peyğəmbər həm sözdə insanlığı öyrədir, həqiqi insan olmağı öyrədir. Həm də əməli ilə sizə insanlığı öyrədir. Əziz Peyğəmbərimizin həyatı 4 mərhələdən ibarətdir də, həyat və fəaliyyəti, sünnəsi 4 mərhələdən ibarətdir. Şəriət, təriqət, mərifət, həqiqət. Yəni bunların kompleks formasında insan düzəldəndir. Və əziz Peyğəmbərimiz bir qadın simasında, ana simasında xanım Fatimə-i Zəhra kimi bir qadın yetişdirir. Və bütün bəşəriyyətə bir ana nümunəsini təqdim edir xanım Fatimə-i Zəhra. Eyni zamanda ana nümunəsi olaraq xanım Zeynəbi təqdim edir bəşəriyyətə. Xanım Xədicəni bəşəriyyətə təqdim edir. Yəni bunlar insan düzəldən faktorlardır. Yəni Qurani Kərimin əsas məqsədi, hidayət deyiləndə məqsədi insanlara gəlib kəşf eləmək çox rahat bir şeydir. Elmi kəşflərə, riyazi kəşflərə, fiziki kəşflərə, bioloji kəşflərə, tibbi kəşflərə nail olmaq çox rahat bir şeydir. Amma bir vaxt gələrsən, bir insan gəlir atomu kəşf eləyir. Amma atomu insana fayda vermək üçün deyil, insanlığı məhv eləmək üçün istifadə eləsin. İnsan gəlir silah düzəldir. İnsan gəlir kimyəvi zəhərlər düzəldir. Kimyəvi bombalar düzəldir, bioloji bombalar düzəldir. Nəyin hesabına düzəldir? Həmin o elmin hesabına düzəldir. Allah Taala'nın insan elmi ilə işi yoxdur. İnsanlığı ilə işi, o gəlib adam düzəldir. Məqsədi budur. Tibyanən likulli şeyin məsələsi də budur. Gəlib öyrədə bilər də, Allahın əlindədir də. Onsuz da biz əziz Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin həyatına baxanda, İmam Əli əleyhissalamın həyatına baxanda, biz İmam Əli əleyhissalamın həyatına baxın. Riyaziyyatçılar müraciət edəndə riyaziyyatdan danışırdı. Yəni bütün riyazi sualların hamısına cavab verirdi. Amma bir dənə həyatda göstərə bilməzsiniz ki, Əli əleyhissalama riyaziyyat dərsini filan müəllim dərsdəyib. Filan alim riyaziyyatı Əli əleyhissalama öyrədi. Belə bir şey yoxdur. İmam Sadiq əleyhissalamın baxın kimya üzrə tələbələri var. Cabir ibn Həyyan tələbəsidir, İmam Sadiq əleyhissalamın tələbəsi. Kimyanı İmam Sadiq əleyhissalam Cabir ibn Həyyana hardan öyrədir? Kimə öyrətmişdi İmam Sadiq əleyhissalama kimyanı? Heç kəs. Riyaziyyatı kimə öyrətmişdi? Heç kəs. Yəni bunlar Allah tərəfindən bu insanlara, buna lədunni elm deyirlər də, Allahın bəxş elədiyi elmdir. Yəni bunlar öyrədirlər də insanlara. Amma bununla yanaşı mütləq olaraq insanlığın öyrədilməsi hər şeyin fövqündə dayanır. Quranın bütün məqsədi, bütün qayəsi insan yetişdirməkdir, insan düzəltməkdir. Bina, daş, divar, silah, nə bilim, bunlar yol düzəltmək deyil. Quranın məqsədi insan düzəltməkdir. İnsan düzəldəndən sonra o artıq bütün elmi kəşflərdən faydalı şəkildə istifadə edir. Bizdə belə bir söz var, elə Allahı başın üstündə görmək. İnsan Allahı başın üstündə görsə, onda elə bil ki, daha məsuliyyətli olar və elədikləri işi Allaha görə olar. Sizin o ki, qeyd elədiniz ki, yəni Allah insanı bundan ötürü yaratmayıb ki, yəni elmi kəşflərdə olmalıdır. Amma əsli, yəni Quranın gəlişi, Peyğəmbərlərin gəlişi insanların hidayətidir. Hətta Rəhman surəsində belə bir ayə var. Buyur ki, Ya məşərəl cinni vəl-ins, in istəta'tum ən tənfudu min əqtaris səmavati vəl-ard, fənfudu, la tənfudunə illə bisultan. Ey insanlar, cinnilər, əgər istəsiniz yerin həddindən çıxıb göylərə gedəsiniz, yəni bu günlər bizim o insanlar ki, kosmosa ya da gedənlərdən söhbət edir. Allah da demir ki, yəni gedə bilməzsiniz, gedin. Amma hara gedirsiniz, gedin. Allahın o səltənətindən, Allahın idarəçiliyindən kənara çıxa bilməzsiniz. Hara gedirsiniz, gedin. İnsan hər nə işi görsün, nə qədər elmi olur olsun, nə qədər savadlı olur olsun, nə qədər kəşfləri olur olsun. Əgər Allahı yadından çıxarsanız, siz qeyd elədiyiniz kimi atom yaradacaq, insanları qıracaq, silah düzəldəcək, insanları qıracaq. Amma əgər o Allahın səltənətini yadından çıxartmasa, təbii ki, o işləri gözəl yerdə və insanlara xidmətdə sərf eləyəcək. Vaxtımız çox məhduddur. Siz Ər-Rəhman surəsini dediniz.
Və o Ər-Rəhman surəsinin lap birinci ayələri birisidə möhtəşəm bir də orada sıralama var. Bəli. Ər-Rəhman alləməl Qur'an xaləqəl insan. Burada bir məntiqi ardıcıllıq olmalıdır da. Bəli. Ər-Rəhman Allahın adıdır. Özdə Rəhman ümumi mərhəmətdir də. Yəni bütün varlıq aləmini əhatə eləyir rəhmət. Orada Allahı tanıyan, tanımayandan asılı olmayaraq Allah hər kəsə bütün nemətlərini ilə təmin eləyir. Deyir ki, Ər-Rəhman alləməl Qur'an, Qur'anı öyrətdi, xaləqəl insan. Amma burada əslində məntiqi ardıcıllıq belə olmalıydı da. Ər-Rəhman xaləqəl insan, insanı yaratdı, alləməhul bəyan. Alləməl Qur'an belə olmalıydı və alləməl bəyan belə olmalıydı. Yəni birinci insan yaratsın ki, ondan sonra ona Qur'anı öyrədə bilsin də. Məsələ burasındadır ki, bəs insan yaradılmamışdan əvvəl Qur'anı ona necə öyrədir Allah Taala? Burada bir çox incə bir dənə nüans var. Bu nüans nədən ibarətdir? Bu nüans bundan ibarətdir ki, Allahın insan adlandırdığı varlıq bizim başa düşdüyümüz insan məfhumundan tamamilə fərqlidir. Allah Taala buyurur ki, bu hər bir insanlar nə isə yaradandan sonra ona mütləq düzgün işləməsi üçün ona bir konstruksiya müəyyən eləyir də. Bu konstruksiya üçün bir kitabça müəyyən eləyir. Yəni bu şəkildə işləyəndə artıq məsələn tutaq ki, smart funksiya ilə işləyən telefonlar, məsələn tutaq ki, paltar yuyan maşın. Paltar yuyan maşın tutaq ki, orada proqram qurub ki, filan yun paltarları bu dərəcə ilə yuyacaqsan, bu filan rəqəmdə quracaqsan, filan nə bilim qədər su buraxacaq, filan nə bilim. Ondan sonra nə bilim ipək paltarları, bu pambıqları, bu kətan, bu nə bilim nə. Hər birinin ayrı-ayrı funksiyaları var da. Yəni bunların əgər yerini dəyişsən, bu artıq yəni bir qədərdən sonra xarab olacaq da işləməyəcək. Ya da düzgün nəticə verməyəcək. Yəni bunlar hamısı bütün texnologiyaya aid, bütün smart, ağıllı texnologiyaların hamısına aiddir. Yəni konstruksiyaya uyğun gərək hərəkət eləsin. Konstruksiyaya uyğun hərəkət eləməsə bu sıradan çıxacaq, məhv olacaq. Məsələ burasında Allah Taala deyir ki, mən insanı yaratmışam və ona düzgün həyat tərzi öyrədirəm. Deyir ki, Ər-Rəhman alləməl Qur'an, xaləqəl insan. İnsanın yaradılışı Qur'anı öyrənəndən sonra başlayır. Nə qədər ki, Qur'anın həyatına uyğunlaşmayıb, Qur'anın qanunlarına uyğunlaşmayıb bunun həyatı, hələ insanlıq həyatı başlamır. İnsanlıq həyatı Qur'an öyrənəndən sonra, Qur'anın qanunlarına uyğunlaşandan sonra başlayır insanlıq həyatı. Ona görə Allah Taala deyir ki, yəni burada heç bir məntiqi pozulmadı da. Yəni bizə zahirən əslində biraz qəribə gəlirdi. Orada bir cümlələrin sıralamasında bir məntiqi uyğunsuzluq var idi. Zahirən belə idi. İlk baxışda belə görünürdü. Amma Allah bizə bir şeyi öyrədir. O öyrətdiyi də budur ki, nə qədər Qur'anın qanunlarına, Qur'anın məzmununa, həyatını uyğunlaşdırmamısansa, mənim nəzərimdə tutduğum insan həyatını yaşamırsan. İnsan həyatını yalnız ora uyğunlaşanda yaşamağa başlayacaqsan. Çox gözəl və belə deyək də dəyərli bir sözdür. Allah elmimizə, ömrümüzə bərəkət versin. Ümidvarıq ki, inşallah növbəti verilişlərimizdə daha mənfəətli bir şeylər İnşallah danışarsınız, biz də istifadə eləyərik, hamımız, əziz izləyicilərimiz də istifadə eləyərlər. Əziz izləyicilərimiz, ümidvarıq ki, lazımlı şəkildə siz əzizlərin xidmətində ola bildik. Allah tutduğunuz orucları, qıldığınız namazları öz dərgahında ali şəkildə qəbul etsin. Allah amanında gələn verilişlərə dək.